Biz işdən gəlirdik, Tapukadan da, sahədən. Maşın çıxdı qabağımıza. 2-3 nəfərin qıçı qolu sınıb, ondan qalanındakı əzilib, hamısı əzilib, başları, ayaqları. Biləsuvar rayonunda yol qəzası baş verib. Hadisə rayonun mərkəzində Mübariz İbrahimov küçəsində qeydə alınıb. Belə ki, Hyundai markalı minik avtomobili Qazel markalı sərnişin mikroavtobusuna çırpılıb. Hadisə nəticəsində 4 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Onların rayonun Xırmandalı kəndindən tarladan qayıdan işçilər olduğu bildirilir. Yol nəqliyyat hadisəsi səbəbindən xəsarət alan 4 nəfər qadın cinsli Biləsuvar rayon mərkəz xəstəxanasına hospitalizasiya olunub. Onlardan bədənin müxtəlif nahiyələrinin çoxsaylı travma diaqnozu təyin edilib. Hazırda tibbi müəssisəsinin təcili tibbi yardım şöbəsinin müalicəsində davam etdirilir. Şəxslərin vəziyyəti stabil olaraq qiymətləndirilir.